bizim Arçud evimizin gözəl xanımlara yerləşib burada. Hər bir xanımlara xoş gəldin deyirəm. Hər birini ayrı-ayrılıqda salamlayıram. Hər zaman belə məclislərdə, belə tədbirlərdə olmağa hər birinizi arzuluyuram. Gözəl xanımlar, biz bugün bu tədbiri rahat şəkildə planlayıb, rahat şəkildə bir araya toplaşmışıq və bütün əyləncələrimizi yüksək səviyyədə keçirməyi yəqin ki, Allah bizə qismət edəcək. Amma bir daha onu da qeyd etmək istəyirəm ki, bugün Azərbaycanımızın firavən olmasının, rahat yaşanmasının, bütün tədbirlər zamanı yüksək səviyyədə təşkil olunub keçirilməsində mən şəxsən öz adımdan, Qərbi Azərbaycanlılar adından və bugün bu məclisdə oturan xanımların adından cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ona görə ki, bugün bizim Azərbaycanımızın rahat, firavən olmasında cənab prezidentimizin çox böyük önəmi və çox böyük yüksək nailiyyətləri var. Yüksək nailiyyətlərdən bir daha onu da qeyd edə bilərəm ki, 44 günlük vətən müharibəsində cənab prezidentimiz dünyaya səs saldı, dünya lideri adını qazandı və eyni qaydada Azərbaycanımızı dünyaya tanıtdı. Onun üçün cənab prezidentimiz İlham Əliyevə və rəşadətli ordumuza, şəhidlərimizə və qazilərimizə qarşısında mən öz adımdan baş əyirəm. Onun üçün ki, bizim kimliyimizi, bizim varlığımızı, bizim qeyrətimizi bizim cənab Ali Baş Komandan və rəşadətli ordumuz bizə yaşatdı. Onun üçün hər bir xanımdan xahiş edirəm, bir dəqiqəlik sükutla şəhidlərimizi anaq. Çox xahiş edirəm bütün xanımlardan. Hər birinizə təşəkkür edirəm, var olasınız. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Dəyərli xanımlar, mən bugün bir daha öncə yenə öz təşəkkürümü cənab prezidentimiz İlham Əliyevə edəcəm ona görə ki, 44 günlük vətən müharibəsindən sonra cənab prezidentimiz Qərbi Azərbaycan icmasını yaratdı. Qərbi Azərbaycan icmasının yaradılması ilə əlaqədar hər bir rayonlarda, hər bir kəndlərdə icma sədri təyin olundu. Bu icma sədrinin təyin olunmasıyla bərabər və hər bir rayonun, kəndin, Qadınlar Şurasının sədrinin seçilməsini Qərbi Azərbaycan İcma Birliyi təşkil etdi. İcma sədri Rəfayət müəllimə və icmanın sədri ilə bərabər orada təşkilatçı bəzi mavinlər və digərlər var. Hamısının adını çəkmirəm. Yəni onlara da öz təşəkkürümüzü bildiririk. Və onu da qeyd etmək istəyirəm ki, bir daha, xanımlar, mən Arçud kəndinin Qadınlar Şurasının sədri seçilməyim üçün, xanımların mənə namizəd olaraq səs verib seçilməyimdə dəstək olan bütün xanımlara təşəkkürümü bildirirəm. Gözəl xanımlar, biz Arçudumuz onsuz da Arçud cəmaatının xanımları, bəyləri, dəyərli insanları hər zaman öndə olubdur. Hər zaman hər birimiz üçün çox bir-birimizə dəyər vermişik və bir-birimiz üçün də dəyərliyik. Onun üçün də bugün bizi bir daha Qərbi Azərbaycan icmasının yaranması, biz kəndimizin gözəl insanlarını, xanımlarını, bəylərini daha da bir araya toplayaraq daha da sıx birləşdik. Bunun üçün də bu xoş münasibətlə birləşmələr, tədbirlər, yığıncaqlar, qruplar həqiqətən insanların bir-birinə dəyərini artıqlar, dərəcədə yüksək səviyyədə yüksəltdi. Hər biriniz mənim üçün əzizsiniz. Hər bir Arçudluğun bəyi, xanımı, ağsaqqalı, ağbirçəyi mənim üçün çox dəyərlidir. Hər birinizin dəyəri mənim dəyərimdir. Yəqin ki, mənim də dəyərli olmam sizlər üçündür. Ona görə gözəl xanımlar, hamınıza can sağlığı arzulayıram, hamınıza qanun xoşbəxtliyi arzulayıram, hamınıza qüdrətli, qüvvətli olmağı arzulayıram. Qadın həmrəyliyi, qadın dəstəyi hər zaman güclü olur. Atalarımız deyil, el gücü, sel gücü. Həqiqətən, qadınlarımızın gücü, varlığı hamımızın qürurumuzdur. Hamınızı öpürəm, bağrıma basıram. Hamınız mənim üçün çox dəyərlisiniz.
Mənim evimin, kəndimin xanımları mənim öz doğmalarım qədər sevdiyim və doğmadır. Onu da qeyd etmək istəyirəm ki, bu yığıncaqda iki xanım, yəni digər ölkədə, qərbi ölkədə olublar. Onların da bu məclisdə bugün iştirak eləmələri üçün biz bugün iyun ayının 8-nə planlamışıq. O xanımlardan biri Bəyxatın xanımdır, biri Aygül xanımdır. Mən şəxsən, mən və burada oturan xanımlarla çox şad olduq ki, həmin xanımlarla bugün bizim aramızdadır. Hər zaman Azərbaycana gəlişimiz xoş sədalarla olsun. Toya büsota gələsiniz, məclislərə gələsiniz hər zaman. Hamınızı öpürəm, hamınıza minnətdarlığımı bildirirəm. Salam axşamınız xeyir olsun, əziz analar, əziz bacılar, doğmalar. Mən bugün çox xoşbəxtəm, çox şad oldum ki, həqiqətən də bu böyük bir uğurdur. Bizim elimiz üçün, obamız üçün, Akitəmiz üçün böyük bir uğurdur ki, analarımız bir yerə yığışır, qadınlarımız bir yerə yığışır. Əmrəlik nümayişə yapmışsınız. Özünüz göstərirsiniz ki, oradan da bizim elimiz, obamız nə qədər də xoşbəxtdir, nə qədər də əzizdir bir-birinə doğmaq. Bu böyük nailiyyətdir. Mən sizin hər birinizi təbrik edirəm, hər birinizi öpürəm, bağlamasına ki, həqiqətən də Müqəvva xanım başda olmaq şərti ilə bizim Qadınlar Şurasının sədri kimi siz analar xoşbəxtsiniz. Deməli, siz analar xoşbəxtsinizsə, bizim elimiz olmamız xoşbəxtdir. Analar gülürsə, analar həmişə sevinçli olursa, deməli, dünya xoşbəxtdir. Qoy dünyanın xoşbəxtliyi də sizlərlə olsun, sizin balalarınızla olsun. Sizin nailiyyətləriniz, evlatlarınızın, nəvələrinizin nailiyyəti bizim elimizin, obamızın nailiyyətidir. Həqiqətən də mən bir sizin el oğlumuz kimi fəxr edirəm. Çox sevinirəm ki, doğrudan da siz bu günü təşkil eləmişsiniz. Sağ olun Dəbə xanım, sizə və bu işdə əməyə olan hər bir kəsə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Əziz analar, sizin bizim kəndin icmanın formalaşmağında və gələcəyində, gənclərin yetişməyində böyük işləriniz, böyük əməkləriniz ola bilər. Bundan sonra da çalışın ki, evlatlarınıza, gələcək nəslə aşılayın ki, bizim hər bir uğurumuzda, hər bir nailiyyətimizdə bizlərlə bir yerdə olsunlar. Bizlərə kömək olsunlar, dəstək olsunlar. Elimiz var olsun, elimiz xoşbəxt olsun, elimiz həmişə
bax beləncə süfrələr arxasında, şən süfrələr arxasında yığışsınlar. Və siz analar həmişə başda olasınız. Öpürəm hər biriniz, əlinizdən, anaların əlindən, bacılarının gözündən öpürəm, bağımı basıram, çox sağ olun, minnətdarım. Hər şeyə görə sağ olun, təşəkkür edirəm. Mən də bir Arçıl elinin oğlanın oğlu kimi bugün sizlərlə bir yerdə olmaq istədim. Öz ürəyimdən gələn sözləri sizlərə demək istədim, paylaşmaq istədim. Və yenə də başda Müdavə xanım olmaqla hər birinizə təşəkkür edirəm. Hər birinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun, Allah sizləri qorusun, həmişə sükanı belə saxlayın. Öpürəm sizləri, sağ olun. Çox təşəkkür edirik Rəfayət müəllim, Allah razı olsun sizdən. Həqiqətən mən bayaq da qeyd etdim ki, bizim Qərbi Azərbaycan icmasının yaranmağı və cənab prezidentimizə öz təşəkkürümüzü öz adımdan və buradakı xanımlar adından bildirdim ki, yəni qalib ölkənin qalib lideridir cənab prezidentimiz və onunla bərabər də Qərbi Azərbaycan icmasını yarattı. O icmanın yaranmağınla Qərbi Azərbaycan icması hər kəndlərdə, rayonlarda icma sədrləri seçməsinə məsləhət bildi və bununla da bizim kəndimizin doğmalığına, bir daha birləşməyinə, həmrəy olmağına güc qüvvət verdi. Allah kəndimizin bəylərini, xanımlarını, dəyərli bütün insanlarımızı qorusun. Rəfayət, yenə də deyirəm, sənin zəhmətin, əziyyətin bizim kəndin icma tərəfindən də, digər tərəfdən də hər zaman böyük olub. İcma sədrinlə bərabər də sənin təşkilində, sənin ətrafında olanlara da təşəkkür edirəm öz adımdan və buradakı xanımlar adından. Hər zaman var olasınız, hər zaman birlikdə olaq. Birliyimiz gücümüzdür. Varlığımız bir-birimizin dəyəridir. Dəyərli xanımlar, xanım hər zaman xanım adına layiq olmaqla, xanım gücünə layiq olmaqla özünü nümayiş etdirir. Hər birinizi öpürəm, təşəkkür edirəm, var olasınız. İndi isə Gülşən xanıma istəyərdim bir çıxış üçün vaxt ayıraq. Gülşən xanım zəhmət olmasa buyursun. Hörmətli və əziz mərasim iştirakçıları, mən sizin hamınızı salamlayıram. Siz bu füsunkar təbiətli, gözəl məkanlı, saf təmiz havalı, Göl-Göl restoranına xoş gəlmişsiniz. Vallahi belə məclisə baxıram, ürəyim açılır. Çünki bir faktı mən sizin nəzərinizə çatdırırım ki, mən 1970-ci ildə kənddən çıxmışam. O vaxtı anadan olan uşaqlar, indi 55 yaşı var. Çoxlarını mən tanımıram. İçəri girəndə bax, bu xanımlarımızın əksəriyyətini mən soruşuram ki, bunlar kimlərdir? Çox xoş oldum ki, mən sizlə indi bugünkü gündə bir məclisdəyəm, bir masa ətrafında oturmuşam. Allah hamımıza can sağlığı, uzun ömür versin. Bu nədən irəli gəlir? Bu bizim aramızda olan sevgidən, məhəbbətdən, saygıdan, eyni zamanda bizim birliyimizdən, həmrəyliyimizdən irəli gəlir. O gözəl yaradanımızdan arzu edirəm ki, Allah bizim bu birliyimizi daha da möhkəm eləsin. Heç vaxt əlimizdən almasın. Deyir, quş qanatla uçur, insan arzuyla. Arzular bitməz, tükənməzdir. Allah hamımızı ürəyimizdən keçən, könlümüzdən keçən arzulara çatırsın. Arzular daşıb daşır, eldən yerə dolaşır. Bizə bu gözəl gündə deyib gülmək, çalıb oynamaq, şənlənmək yaraşır. Allah hamımıza şənlik qismət eləsin, keyfiniz həmişə kök olsun. Bir faktı sizin nəzərinizə çatdırıram, fürsətdən istifadə edir. Demək, bizim bu tədbirin ilk bünövrəsi, ilk təməli bizdə, bizim evdə az nəfərlə, 5-6 nəfərlə qeyd olundu. Sonra Suqra xanımgildə, daha sonra Rübabə xanımgildə, indi də bu gözəl məkanda Göl-Göl restoranında qeyd olunur. Həmişə keyfiniz belə kök olsun. Növbəti stansiyamız var, növbəti dayanacağımız var. Bu püşkatma yolu ilə Validə xanımgildə olacaq. Daha sonra Ceyran xanımgildə olacaq. Hamınıza yemək, içmək, deyib gülmək, çalıb
arzu edirəm. Öpürəm hamınızı. Çox sağ olun Gülşən xanım, minnətdarıq sözlər üçün. İndi isə istəyər verməyə qısaca olaraq Validə xanım buyursun. Buyurun Validə xanım, söz sizdədir. Çox sağ olun Dava xanım, təşəkkür edirəm söz verdiyinizə görə. Kəndimizin gözəl xanımları, hamımızı bir arada görməyə çox şadıq. Hamını bir araya toplamaq doğrudan çətin olur. Elə 5 nəfəri də, qalmışdı 50 nəfəri toplamaq. Doğrudan bizim üçün əziyyət oldu. Sizin yolunuzda əziyyət çəkmək boşdu bizə. Hər birinizi belə sevinçli, gözəl, səmimi görmək bizim üçün nə xoş. Elimizin belə gözəl xanımlarını bir arada olmaq bizim üçün böyük şərəfdir. Mən istəyirəm bir şeir oxuyum, qadınlarımızın şərəfi, əgər icazə verirsinizsə, və uzun olmayacaqsa. Həyatda hər zaman əziyyət çəkir, bir çox çətinliyə dözür qadınlar. Bəzən günəş kimi gülür gözləri, bəzən də göz yaşı tökür qadınlar. Evlər qadınsız düşünün görək, qadınlar zinətdir, dəyərdir bilək. Hərəsi bir evə verilən mələk, cənnətə aparan yoldur qadınlar. Qadınlarınız həmişə var olun, sağ olun, öpürəm həminizi. Çox sağ olun, davam edin məclisiniz. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Təbii ki, yenə də hansı bir xanımların ürəyindən keçsə, söz demək istəsə, yəni azaddır, bizim üçün də xoş olan hər bir xanımın eşitməyini. Hələ ki, mənə də gəlir ki, biraz tədbirimiz davam etsin, sonra yenə çıxışlar üçün kim istəsə ona verərik. Onda zəhmət olmasa bir dənə oynayaq, sonra siz çıxış edin. Olar mı? Hə, yaxşı. Hə, onda söz sizdədir, Fatma xanım, buyurun. Çox sağ olun Dava xanım. Mən çox şadam. Elimin gəldi qızı, hamısı bizimlərdə bir yerdədir, hamısı sizin yanınızdadır. Hamısını salamlayıram, hamısını öpürəm, bağrıma basıram. Bayaq da dedim, başca dəyənmərəm, o qədər başı çox kəsən adamlar da var, alim də var, hər şey. Həmən yaşca hamısından böyük mənəm burada. Allah hamınızı da böyük eləsin, ucalsın, qocalsın, hamı arzusuna çatsın. Mən də sənin tədbirin üçün əli boş gəlmədim, bir-iki kəlmə şeir deyim, qulaq assınlar. İcə dəqiqə. Elimin gözəl qızları, xoşbəxt olsun əzizləri, yada salıblar bizləri, Tanrım sizi var eyləsin. Toplaşıbdır neçə canlar, yadda qalar kövrə yanlar, bu məclisə toplaşanlar, Tanrım sizi var eyləsin. Qəlbi bizlə döyünənlər, bu tədbirə sevinənlər, arzusunu tək öyünənlər, Tanrım sizi var eyləsin. Yaşayın bu anınızı, bilməyirsiniz sonunuzu, qoruyun öz canınızı, Tanrım sizi var eyləsin. Şura sədri Həmid qızı, müdabədir budur özü, yazan Fatma Nadir qızı, Tanrım sizi var eyləsin. Qalan da qalsın soruya. Sağ olun Fatma xanım, öpürəm sizi. Sizin bu gözəl şeiriniz üçün sizə şəxsən öz adımdan və buradakı xanımlar adından təşəkkür edirəm, minnətdaram, yaxşı ki varsınız, hər zaman böyükçəliyiniz bizlərlə olsun, var olasınız. Gözəl xanımları, bir oyun mahnısı çalınsın da buyurun rəqsə. Thank you.
təşəkkürüm sonsuzdur. Öpürəm sizi. Şeiriniz üçün də, hər bir şey üçün də, hər zaman öz böyüklüyünlə, ucalığınla bir daha sübut etdin. Var olasan, öpürəm sizi. Biz bugün tədbiri planlaşdırmışıq ki, mən bir Qərbi Azərbaycan icmasından icma sədri Rəfayət bəy və Qadınlar Şurasının sədri kimi Arçut kəndindən tədbir planlamışıq. Bu tədbirdə iştirak ediblər bizim Arçut kəndinin xanımları. Mən öz çıxışımda da bayaq qeyd etdim ki, gözəl xanımlar, dəyərli insanlar bizim bugün rahat, sərbəst, gözəl tədbirlər keçirməyə, yığıncaqlar təşkil etməyə, azad, rahat şəkildə bunları ediriksə, biz öncə bunu Cənab Prezidentimiz İlham Əliyev və rəşadətli ordumuza, qazilərimizə minnətdarıq. Allah şəhidlərimizin ruhunu şad etsin. Cənab Prezidentimiz İlham Əliyev qalib ölkənin qalib lideri olaraq bütün dünyaya səs saldı. 44 günlük vətən müharibəsində bir daha öz yüksək nailiyyətlərinlə sübut etdi ki, qalib ölkənin qalib lider prezidentidir. Onun üçün öz adımdan və bura yığışan tədbir üçün xanımlar adından təşəkkür etmişdim. Təkrar bir də təşəkkür edirəm. Bunun üçün bir daha təşəkkürüm ondan ibarətdir ki, 44 günlük vətən müharibəsindən sonra Qərbi Azərbaycan icmasını yaratdı. Bununla da Qərbi Azərbaycan icmasının yaranması biz Qərbi Azərbaycanlılara daha da bir-birimizə doğmalaşmağa, daha da bir-birimizlə daha da yaxın olmasına böyük dəstək və ümid yaratdı. Onun üçün Qərbi Azərbaycan icma sədrinə də, Arçut kənd icma sədri Rəfayət bəyə də, mən Arçut kəndimizin Qadınlar Şurasının sədri adından öz minnətdarlığımı bildirirəm. Biz qadınlar həqiqətən güclüyük, qüdrətliyik. Atalarımız demişkən, el gücü, sel gücü deyiblər. Qadın gücü güclüdür, qadınlar dəyanətlidir, qadınlar anadır, qadınlar bacıdır. Onun üçün də bütün qadınlarımıza qadın xoşbəxtliyi arzuluyuram. Qadın dəyərini hər zaman qoruyub saxlamağı arzuluyuram. Bu məclisdə nə qədər xanımlar iştirak edirsə, xanımların adından, öz adımdan da təşəkkürümü bildirirəm. Hər zaman var olasınız, hər zaman bizimlə olasınız. Sizin varlığınız, sizin qüdrətiniz bizim birliyimizdir. Allah sizləri saxlasın. Təşəkkür edirəm, var olasınız. İlk öncə mən Cənab Prezidentimizə öz təşəkkürümü bildirmək istəyirəm ki, Qərbi Azərbaycan icmasını yaratdı və biz Qərbi Azərbaycanlılar bu icma ətrafında yığışdıq və birləşdik. Həmçinin bizim böyük Qarakilsə rayonunun Arçut kəndinin icması yarandı. Onun da Şura sədri Rəfayət müəllimə öz təşəkkürümüzü bildiririk ki, bu günlərdə bizim toplaşmamızda onların böyük təsirləri oldu. Həmçinin Müdabə xanım Qadınlar Şurasının sədridir. Bu günləri bizim qadınların, səmimi qadınlarımızın, dəyərli qadınlarımızın bir arada yığışmağımız bu Qərbi Azərbaycan icmasının onun təsiri nəticəsində bir yerə yığışmağımız olubdur. Biz çalışırıq ki, öz əməyimizi bu Azərbaycan Respublikasının inkişafında təqdim edək və bilirik ki, bizim prezident dünya liderləri arasındadır. Dünya liderləri arasında olan prezidentimizin davamçıları böyük nailiyyətlərlə yetişsinlər ki, gələcəkdə daha böyük uğurlar əldə eləsinlər. Bugün bu tədbirdə iştirak edən bütün dəyərli xanımlarımıza öz təşəkkürümüzü bildiririk. Gələcəkdə biz arzuluyuruq ki, öz elimizə gedək. İnşallah Cənab Prezidentimizin rəhbərliyi ilə biz o günləri də görəcəyik. Təşəkkür edirəm hər birinizə. Mən həqiqətən də bugün sevinirəm nəyə görə? Elə bil ki, qadınlara təzədən bir səlahiyyət verilib. Qadınların hüquqları daha da biraz artıbdır. Necə, yəni, təkcə Allah kişilərsiz bir dəqiqə də ömür verməsin heç kəsə. Mən kişilərin tərəfindəyəm. Amma indi sırf Qadınlar Məclisi olduğuna görə çox rahat özümüzü hiss edirik. Bu şuranın yaranmasına, yaradanlara, hamısına öz təşəkkürümü bildirirəm ki, bu icma nə gözəl yarandı. Bu icmaya rəhbərlik edən Rəfayət müəllim başda olmaqla, onlardan da böyük Əziz Ələkbərli, oradan tutmuş hamısı, balacasından böyüyünə kimi hamısına can sağlığı arzuluyuram.
Azərbaycanımın hər bir güşəsi mənim üçün əzizdir. Mən burada yaşayıram, bura mənim vətənimdir, canımdır. Buradakılar da hamısı mənim doğmam əzizlərimdir. Hamısına ta ki can sağlığı arzulayıram. Xatadan, baladan uzaq olsunlar.